Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulur. Fərdi məlumatların qorunması haqqında qanunun bir sıra sahələrinin pozulması ilə nəticələnir. Bu səbəbdən biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər hansı şirkətlər və yaxud da ki, dövlət qurumlarının hansı ki, fəaliyyət sahəsi vətəndaşın məlumatlarının toplanması, işlənməsi ilə bağlı sahədirsə, bununla bağlı bizim müəyyən reyestr və lisenziyamız olmalıdır ki, bu fəaliyyəti icra edə bilsin. Təbii ki, bu fəaliyyət qanunvericiliyi ilə tənzimlənir, üçüncü tərəflərə heç bir halda ötürülə bilməz və bunun müəyyən monitorinqləri davamlı şəkildə aparılır və son bir ildə də artıq 3 milyondan çox Azərbaycan Respublikası vətəndaşının məlumatları xarici qüvvələr tərəfindən oğurlanmağa cəhd edilmişdir və bunun qarşısı bizim qüvvələrimiz tərəfindən alınmışdır. Onu da qeyd edim ki, artıq insanlar fərdi məlumatlarını düzgün qorumamış da ola bilər. Adətən fərdi məlumatların pozulması halı vətəndaşın öz məlumatlarını aid olmayan sahələrdə qeyd etməsi və yaxud da ki, təqdim etməsidir. Misal üçün, insanın göz qişasının məlumatlarıdır, üz quruluşudur, səs akustikasıdır, səs temberidir, onun barmaq izidir, əl izləridir və eyni zamanda digər, misal üçün, DNT analizləri var, bədəninə xas olan müəyyən izlər var ki, bu məlumatlar artıq fərdi məlumat hesab edilir. Eyni zamanda sizin şəxsi imzanız da bura qeyd edilir. Yəni, bu kimi məlumatları əhatə edən hər hansı məlumat toplanması birbaşa Azərbaycan Respublikası qanunvericiliyində tənzimlənməlidir. Əgər siz qanunvericiliyindən başqa sahələrdə bu məlumatları göstərirsinizsə, bu artıq sizin özünüzün məlumatları öz razılığınızla verməniz deməkdir.